Salam, axşamınız xeyir olsun, əziz izləyicilər. Bugün avqust ayının 21-i, 2026-cı il. Mən Məmmədov İlkin, Azərbaycan Respublikası Könüllü İctimai Nəzarət və İctimai Birliyinin Ucar rayon təşkilatının sədri. Deməli, hal-hazırda Ucar rayon Heydər Əliyev mərkəzinin qarşısındayıq. Maşallah olsun ki, rayonumuzda canlanma var və insanlar gəlib istirahət edirlər, asudə vaxtlarını keçirdirlər. Və bir şey mən qeyd eləmək istəyirəm, öz təşəkkürümü bildirmək istəyirəm. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin, Ucar Mədəniyyət Şöbəsinin əməkdaşlarına, rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, bax gördüyünüz kimi Ucar rayon Heydər Əliyev mərkəzinin qarşısında belə bir şərait yaradıblar. Hal-hazırda vətəndaşlar əyləşiblər, film izləyirlər. İnşallah ki, bizə də bildirdilər ki, bu məsələni çalışacağıq ki, hər həftənin hansısa bir günündə, bugün həftənin 5-ci günüdür, yəqin ki, hər həftənin 5-ci günü belə bir vəziyyət təşkil edəcəklər. Yəni, bax, görürsünüz ki, insanlar əyləşibdir, Bəxt Üzüyü filmin izləyirlər. Bu bizim kino, belə deyək, kinomuzu da, keçmiş kinolarımızı da burada göstərib təbliğ eləməkdir, mədəniyyətimizi təbliğ eləməkdir. Yəni, burada həqiqətən də gözəl işlər görülür. Mən buna görə bir daha öz təşəkkürümü bildirirəm. Kimin ki, burada əziyyəti var, əziyyət çəkir. Allah hər birinin canını sağ eləsin və rayonumuzun bax gənclərin mən belə yerlərə dəvət edirəm ki, bax gəlsinlər, otursunlar, asudə vaxtların bu şəkildə keçirsinlər. Düzdür, bu oturub bunu evdə də baxmaq olar. Yəni, bugün hamının əlində telefon var, amma bu özü birlik deməkdir, yəni cəmiyyətin inkişafı deməkdir. Hər kəs bir yerdə, yəni bax bu şəkildə mehribançılıqla oturub film izləmək lap bizi keçmiş illərə aparır. Keçmişdə də belə mehribançılıqlar olubdur. İnsanlar oturub birlikdə bax belə filmlər izləyiblər. Bugün də bunu burada təşkil edirlər. Sağ olsunlar, Allah hər birinin canını sağ eləsin və ümid edirik ki, bax burada günü-gündən inşallah stollarımızın da sayı artacaq, izləyicilərimizin də sayı artacaq və insanlar gəlib burada asudə vaxtların yaxşı şəkildə keçirdəcəklər. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.